İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğrayaraq kapitulyasiyaya məcbur edilən Ermənistan öhdəliklərdən boyun qaçırmağa çalışır. Xüsusən kommunikasiyaların açılması prosesini bacardığı qədər təxirə salır. Lakin qisas əməliyyatından sonra Paşinyan komandası növbəti dəfə təşvişə düşüb. Elə bunun nəticəsidir ki, İrəvan işıq surəti ilə Laçın dəhlizinə alternativ yolun Ermənistan hissəsinin tikintisinə başlayıb. Laçın dəhlizi Laçın şəhərinin içindən keçir. Və beləliklə Laçın şəhəri o dəhlizin ortasında qalıb. Mən isə Rusiya prezidenti ilə söhbətlər əsnasında deyirdim ki, Laçın şəhəri də bizə qayıtmalıdır. Ona görə biz təklif edirik ki, yeni bir dəhliz inşa edilsin. Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeni bir dəhlizin marşrutu işlənilsin və inşa edilsin. Və burada vaxt da göstərilib 3 il ərzində. Ancaq mən hesab edirəm ki, biz bunu daha tez bir müddətdə edə bilərik. Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də bizə qaytarılacaqdır. Bu xüsusi diqqətə layiq olan məsələdir. Çünki əgər bunu mən bu bəyanata saldırmasaydım, Laçın dəhlizi Laçın şəhərini həmişə əhatə edəcəkdir. Verdiyi sözə, atdığı imzaya heç vaxt hörmət qoymayan yenə də öz ampulasındadır. 10 noyabr bəyanatının bəndlərindən biri də bölgədəki bütün kommunikasiyaların blokdan çıxarılmasıdır. Təəssüf ki, ötən müddət ərzində İrəvan nəinki bu bəyanatdan irəli gələn müddiaları yerinə yetirdi. Əksinə, hər vəclə regiondakı sabitliyi gərginləşdirməyə yönələn hərəkətlər etdi. Azərbaycan tərəfi öz imzasına sadiq qalaraq Laçın dəhlizinə alternativ yolun çəkilişinə başlasa da, Ermənistan bu məsələdə heç də həvəsli görünmürdü. Vədə dolub, vaxt yetişdi. Məlum oldu ki, Azərbaycan tərəfi yolun çəkilişini başa vurub. Paşinyan hökuməti isə hələ daşı daş üstə qoymayıb. Bəs sonra nə baş verdi? Erməni təxribatına cavab olaraq bölmələrimizin həyata keçirdiyi qisas əməliyyatından cəmi bir gün sonra İrəvan tərəfindən Laçın dəhlizinə alternativ yolun Ermənistan ərazisindən keçən hissəsinin tikintisinə başlandı. Belə aydın olur ki, Paşinyan hökuməti sözdən deyil, gücdən anlayır. Dəmir yumruğun dadını hiss etmədikcə addım atmır. Son baş verənlər də nümayiş etdirir ki, Azərbaycan Ermənistanı üzərinə götürmüş məsuliyyətə, öhdəliklərə uyğun davranmağa məcbur etmək gücündədir. Bundan sonraki mərhələdə, yəni yekun sülh sazişi də imzalanarsa və Ermənistan yenə də öz imzasına hörmətsiz yanaşarsa, onda Azərbaycanın cavabının necə olacağını həm Ermənistan, həm də ki, prosesdə iştirak edən subyektlər görmüş olacaqlar. Təbii ki, alternativ Laçın yolunun tikintisi həm də Zəngəzur dəhlizinin açılması üçün də zəmin yaradır. Kommunikasiyaların blokdan çıxarılmasını şərtləndirən proseslərin geçişi isə Ermənistandakı revanşist dairələri daim narahat edir. Hətta onlar bunu müəyyən absurd arqumentlərlə izah etməkdən də çəkinmirlər. Yeni yol çəkilir Laçın üzərindən. Bilirsiniz ki, yeni dəhlizə keçid üçün erməni separatçıları və Ermənistan hakimiyyəti ciddi etiraz edir. Hətta orada göstərilir ki, 3 il müddətində alternativ yol çəkilməlidir. İndi onlar narahatdılar ki, nəyə görə Azərbaycan tərəfi yolu belə sürətlə inşa edibdir və hətta Ermənistan Təhlükəsizlik Şurası sədri Armen Qriqoryanın da tezisi bundan ibarət oldu ki, bəs Azərbaycan ən azı 3 il gözləməliymiş, sonra yolu çəkməliymiş. Bir sözlə, ermənilərin hayküyünə baxmayaraq Azərbaycanın dəmir yumruğu bir daha öz müsbət nəticəsini verdi. Yalnız güc dilindən anlayan Ermənistan birdəfəlik başa düşməlidir ki, verdiyi sözdən, atdığı imzadan qaçmaq üçün sağa-sola, aşağı-yuxarı manevrlər etmək İrəvana həmişə baha başa gələcək. Əgər yenə də Ermənistanda revanşist qüvvələr baş qaldırsa, onlar bilməlidirlər onları nələr gözləyir. Biz müharibə istəmirik. Heç vaxt istəməmişik. Amma biz istəyirik ki, bizim maraqlarımız təmin olunsun. Biz istəyirik ki, müharibə nəticəsində yaradılmış reallıqlar hamı tərəfindən qəbul edilsin. Və artıq deyə bilərəm ki, dünyanın aparıcı qüvvələri postmüharibə reallıqlarını qəbul edib və bu reallıqlar əsasında öz fəaliyyətini qururlar. Ermənistan da bu reallığı qəbul etməlidir. Müharibədən cəmi 1 il yarım keçibdir. O müharibəni unutmasınlar. Nə onlar, nə də ki sonraki nəsillər. Və bilsinlər ki, Azərbaycan
güclü dövlətdir. Azərbaycanın güclü ordusu var. Azərbaycan əskəri, zabiti dövlətimizi qorumaq üçün canını fəda etməyə hazırdır. Necə ki, 2-ci Qarabağ müharibəsində canlarını fəda etdilər. Rüstəm Mikayılzadə, Elnur Orucov, ASTV Xəbər.